Bir çox adamlardan eşidirsən ki, mən artıq heç kəsə güvənmirəm. Bunun səbəbi nədir? Ya öz həyatında xəyanətlə qarşılaşıb, ya da ki, kiminsə həyatında xəyanəti görüb, onun acı nəticələrini görüb, onun sənə psixoloji təsirini görüb, ondan sonra deyib ki, mən heç kəsə güvənməyəcəm. Cəmiyyətdə insanların bir-birinə olan etibarını, güvənini məhv etdiyinə görə satqınlıqdır, xəyanətdir. Bunlar ciddi pis əməllər sayılır. Xəyanətə uğramış insan nə hiss eləyir? İlk olaraq xəyanətə uğrayanda bunu qərar verir ki, mən artıq heç kəsə yaxşılıq eləməyəcəm. İkinci, yaranmış içində aqressiyanı bu hansısa bir formada boşaltmalıdır. Aqressiya da bir çox hallarda həmin şəxsə və yaxud da həmin şəxsin timsalında uyğun olan insanlara və cəmiyyətə qarşı yönəlir. Bəzən olur ki, insan bu xəyanət nəticəsində içində yaranmış narahatçılığı cəmiyyəti məhv eləməyə yönəldə bilər. Bəzən ola bilər iş yerində olan insanlara qarşı yönəldə bilər. Bir neçə bu cür halda narazı olmuş bir şəxs, bu qəzəblə motivasiya olunmuş, qəzəblə yönləndirilən insan bütün gücünü ona sərf eləyəcək ki, cəmiyyətin mövcud yaşadığı yeri darmadağın eləsin. Ona görə xəyanətin təsiri yalnız o şəxs və onun ətrafı ilə kifayətlənmir və bütün cəmiyyətə sirayət edir. İnsan öz əməllərinin, öz etdiklərinin bir qarşılığını görməyəndə içində bir qəzəb yığılır, yavaş-yavaş neqativ sonunda artıq üzə çıxır. İçimizdə heç bir hiss gizli şəkildə qalmır. İstər müsbət olsun, istər də mənfi olsun, ancaq müsbət və mənfi hisslər arasında bizi daha çox yönləndirən və təsir edən hisslər mənfi hisslərdir. Xəyanət də o mənfi hisslərdən biridir. O bizim içimizdə yığılanda biz onu hardasa özünü göstərməliyik ki, biz boşalaq. Güvən aradan getdiyinə görə heç kəs bir-birinə artıq etibar eləməyəcək.